Bölüm 19. Cəhalətin əskərləri. Saat 6:00. Oyan, duş al, dişlərini yu, səhər yeməyini ye, evdən çıx. Maşınla işə get, tıxaca düş. Saat 8:05. İşə gecikdin. Müdür sərt baxışlarla baxır. Saat 9:30. Kofe fasiləsi, iş yoldaşlarınla çənə döy, işə qayıt. Saat 12:00. İş naharı. Yazı masasında yemək ye, məhsuldarlığı artır, işlə. Saat 17:00. İş vaxtı bitdi, evə qayıt. Yemək ye, televizora bax, dişlərini yu, yat. Təkrar et. Ola bilsin azad olduğunuzu düşünürsünüz. Azadlıq faktiki olaraq müasir dünyada bayram edilir. Tarixdə bizim sahib olduğumuz qədər böyük demokratiya, şəxsi hüquq və azadlıqlar olmayıb. Etmək istədiyini edir, demək istədiyini deyir, getmək istədiyin yerə də gedirsən. Hər an seçim sənindir. Bəs həqiqətən də belədirmi? Ola bilərmi ki, bu azadlıq bir fantaziyadır? Yaşamağın, istədiyin yerə getməyin, istədiyini etməyin üçün sənə pul lazımdır. Pul qazanmaq üçün isə sən bütün vaxtını sərf edirsən. Sistem bizdən daima fırlanan bir çarxın içində bir hamster, siçan kimi qaçmağı tələb edir. Nəticədə əksər insanlar daima öz həyatları ilə nə etdiklərini düşünə-düşünə və bunu kimin üçün etdiklərini soruşa-soruşa qalırlar. Bu dünyanın qaydasıdır, lakin biz bunu görmürük. Bizə elə gəlir ki, bu dünyanı, onun sistemlərini və cəmiyyəti özümüz formalaşdırır, özümüz idarə edir, liderləri özümüz seçir, bir problem olanda da öz fikrimizi bildiririk. Elə görünür ki, dünyanı biz insanlar idarə edirik. Bəs elə deyilsə, onda necə? Bəlkə elə dünya bizi idarə edir. Bir dəstə insan Əhməd ibn Muhamməddən, o da Əli ibn Hədiddən, o da Sümayə ibn Mehrandan belə nəql edir ki, mən İmam Əba Abdullah əleyhissalamın tərəfdarları ilə birlikdə hüzurunda idim. Söhbət ağıl və cəhalətdən düşdü. Buna istinadən İmam Əba Abdullah əleyhissalam belə buyurdu. Siz əvvəlcə gərək ağıl və onun ordusunu, həmçinin cəhalət və onun ordusunu tanıyasınız. Yalnız o zaman sizə müvafiq olan hidayəti taparsınız. Mən dedim, sizə fəda olun, biz sizin öyrətdiklərinizdən başqa heç nə bilmirik. İmam əleyhissalam buyurdu, əziz və cəlil Allah ağlı yaratdı və bu, onun ərşinin sağında öz nurundan olan ilk ruhani məxluq idi. Sonra ona geriyə get dedi, ağılda getdi. Sonra ona bəri gəl dedi, ağılda gəldi. Allah təbərəkə və təala dedi, səni böyük bir yaradılışla yaratdım və digər bütün məxluqlarımdan üstün etdim. İmam əleyhissalam davam edərək belə buyurdu. Sonra Allah duzlu və zülmət dənizdən cəhaləti yaratdı və ona geri get dedi. O da getdi. Sonra ona bəri gəl dedi, amma o gəlmədi. Allah böyükləndin deyə buyurdu və onu lənətlədi. Sonra Allah ağla 75 əskər verdi. Cəhalət Allahın ağla verdiyi kəramətləri gördükdə ona qarşı gizli düşmənçilik bəslədi və dedi, ey Rəbb, bu məxluq elə mənim kimidir. Sən onu yaradıb kərəm sahibi etdin və onu qüvvətləndirdin. Amma mənim ona qarşı heç bir gücüm yoxdur. Mənə də ona verdiyin kimi ordu ver.
Rəbb buyurdu, sənə də ordu verəcəyəm. Lakin mənə üsyan etsən, səni və ordunu rəhmətimdən uzaqlaşdıracağam. Cəhalət razıyam dedi. Allah da ona ağlın əskərlərindən fərqli 75 əskər verdi. Bu uzun rəvayətdə İmam Cəfər Sadiq əleyhissalam ağlın 75 əskərinin adlarını və bunun müqabilində cəhalətin əskərlərini açıqlayır. Ağlın vəziri xeyir, cəhalətin vəziri isə şərdir. Bu hədis bizim daxilimizdəki müharibəni təsvir edir. Çünki duzlu zülmət dənizdən ortaya çıxan cəhalət şeytandır. Və bizim daxilimizdə cəhalətin bütün əskərləri mövcuddur. Bu bizim təbiətimizdir və bu aləm başdan ayağa şeytanı cəhalətin əskərləri ilə gücləndirərək idarə etmək üçün qurulub. Bədən 5 duyğu hissi, eşitmək, görmək, toxunmaq, dad və qoxu bilməklə yaşayır. Bu 5 his nəfsi formalaşdırır və o 2 əks istiqamətə bölünür. Yaxşı və pis. Onlardan sadəcə biri ağalıq edə bilər. Bu, nəfsi nə ilə doyurmaqla əlaqəlidir. Əgər pis nəfs bədəni ələ keçirsə, insan gəzən ölüyə çevrilər. İmam Əli əleyhissalam belə buyurur. Ağlın itirilməsi həyatın itirilməsidir. Ağılsız insan sadəcə bir ölüdür. Əl-Kafi kitabı 1-ci cild, hədis 30. Bu mərtəbələrin ən yüksəyindən başlayır. Bu dünyada hər kəs hökumət üçün bir subyektdir və dünyadakı hökumətlər insanlara və dünyanın vəziyyətinə uyğun şəkildə adaptasiya olunmuşdur. Bugün demokratiya dünyada ən çox yayılmış siyasi sistemdir. Halbuki bir neçə il bundan əvvəl dünyanın mütləq güc sahibləri və elitlər olan şahlar idarə edirdi. Sizcə onlar səltənətin açarlarını belə asanlıqla ümumi ictimaiyyətə verərdilərmi? O güclü elitlər belə asanlıqla yoxa çıxmadılar. Onlar pərdə arxasına keçdilər. Seçki günü insanlar səsvermə məntəqələrinə gedərək səs verirlər. Deyək ki, sizə 2 namizəd arasında seçim verilib. Öz-özünə sual ver. Onlar kimə işləyir? Pərdəni çəkə bilsəydin, hər 2 kuklanın da bir şəxs tərəfindən idarə edildiyini görərdin. Onlar bizə liderimizin azad seçki ilə seçildiyini deyirlər. Lakin bu açıq-aydın illüziyadır. Bu sistem görünməz barmaqlıqları olan bir zindandır. Lakin o bizim təbiətimizi özünə cəlb edir. İmam Sadiq əleyhissalam buyurur ki, hegemonluq cəhalətin əskəridir. Onun əksi isə tabiçilikdir. Nəfs öz yaradıcısı kimi başqasına boyun əymək istəmir. O, özünü inandırmaq istəyir ki, güc sahibini seçən özüdür və dəyişikliyi qüvvəyə mindirməyə də gücü var. Hegemonluq, tabiçiliyin ziddi olduğu kimi, üsyankarlıq da itaətkarlığın ziddidir. İnsanlar Allahın iradəsinə tabi olmayaraq, öz-özlərinin imamı kimi rəftar etmək istəyirlər. Şeytanın istədiyi də elə budur. Öz hökumətlərimizi seçmək azadlığının yanında din azadlığı da gəlir. Qərb millətlərində insanlar istədikləri dini yaşamaqda azaddılar. Lakin burada bir müşkül var. İmam Sadiq əleyhissalamın təsdiqin ziddi olan inkarı cəhalətin əskərləri sırasında qeyd edir.
və dini azadlığa icazə verən qanun əslində onu inkar etməyə vadar edir. Amerika Konstitusiyası təsdiqləyir ki, Konqres dinin qurulmasına hörmət edərək onun azad yaşamasının əleyhinə heç bir qanun çıxarmayacaq. Bu nə deməkdir? Bu o deməkdir ki, hökumət dinə, din də hökumətə qarışa bilməz. Belə ki, bu iki şey tamamilə ayrı qalmalıdır. Bu Amerikan qanunu digər qərb ölkələrindəki qanunlara bənzəyir. Lakin kilsələrlə dövlət arasında ayrılıq müəyyən nəticələr doğurur. İctimai institutlar tez-tez dini simvolları tamamilə qadağan etmək qərarı çıxarır. Məsələn, 1994-2003-cü illərdə Fransada hicab geyindiyinə görə təxminən 100 qız uşağı məktəbdən kənarlaşdırıldı. Tədris müəssisələri bunu dini simvolizmin göstərişli şəkildə nümayişi olaraq qələm aldılar. Sekularizm bugünkü dünyamızda bir zərurətdir və əgər bərabərlik naminə bir xristiyan abidəsinin ictimai yerdə tikilməsinə icazə verilirsə, elə isə satanik abidəyə də icazə verilməlidir. Çünki qanunun gözündə bütün dinlər bərabərdir. Ədalət və bərabərlik müvafiq olaraq müasir dünyamızın insanları üçün çox önəmlidir. Biz bugünkü tarixdə haqq və bərabərliklərin yayılmasına görə özümüzlə fəxr edirik. Biz inanırıq ki, qurduğumuz bu sistem daima bizi qorumağa hazır vəziyyətdədir. Ədliyyə sistemi kimi. Kimsə cinayət işlədiyi vaxt biz onu tamamən hakimlərə həvalə edirik və düşünürük ki, haqq yerini tapacaq. Lady Justice, Ədalət xanımı heykəli, gözü bağlı, əlində tərəzi tutmuş formada təsvir edilir. Ədalət kordurmu? Tərəzinin gözləri bərabərdirmi? Həqiqət budur ki, ədliyyə sistemi bəzən kökündən ədalətsiz olur. Bu bərabərlikdə hakim seçimindən tutmuş, qanunun məktubuna qədər nəzərə alınacaq amillər var. Birinə zərər yetirildiyi, zoraki bir cinayətin cəzasının zorakılıq olmayan cinayətdən ağır olması daha məntiqli olardı. Lakin heç də belə deyil. Biz zoraki olmayan narkotik maddə istifadəsinə uşaq təcavüzündən daha çox həbs cəzası verildiyi bir dövrdə yaşayırıq. Bu cür zalım həbs cəzaları almış çox sayda insan var. Onlardan biri LSD, narkotik maddə payladığı üçün məcburi ömürlük həbs cəzasına məhkum edilmiş Amerikalı Timothy Taylor'dır. Digər bir örnək, ərinin kokain alverində iştirakindən dolayı ilk cinayətində 3 dəfə ömürlük həbs cəzasına məhkum edilmiş Daniel Metz'dir. Birləşmiş Krallıqda vergidən yayınmaya görə 7 ilə qədər, bəzi hallarda isə ömürlük həbs cəzasına məhkum edilə bilərsiniz. Bu sistem cinayətkara qarşı həqiqi ədaləti deyil, sadəcə ədalət anlayışını təmsil edir. Bizə deyirlər ki, ədalət budur və bu ən yaxşı sistemdir. Biz də kör-köranə onlara inanırıq. Həqiqi ədalət ağlın əskəridir. Lakin dünya bizi cəhalətin xüsusiyyəti olan ədalətsizliyi tətbiq etməyə sövq edir və biz ona cəmiyyətin sütunu kimi tutulmuşuq. Ədalət sistemi ilə bağlı ən böyük problemlər onun gücü və sərvəti olanlara meylindən doğur. Desəz ki, dünyanı pul idarə edir, bu səhv sayılmaz. Kapitalizm cəmiyyətin hazırki qlobal sistemidir. Bu sistemdə hər kəs öz sərvətini qazanmaq üçün işləyir. Nə qədər çox işləyərsən, o qədər də çox qazanıb, çox sərvət yığarsan. Deyirlər ki, bu sistem insanlara motivasiya verir. Hətta dindar olduqlarını iddia edənlər belə
onun fəzilətlərindən danışır. Lakin kapitalizm və din bir arada var ola bilməz. Çünki bu sistem peyğəmbər və elçilərin öyrətdikləri dini dəyərlərə qarşıdır. Onlar əleyhissalam insanlara paylaşmağı, cömərd olmağı və Allaha təvəkkül etməyi öyrətdilər. Bir gün İsa əleyhissalam 5000 nəfərlik böyük bir kütləyə moizə edirdi. Axşama yaxın həvarilər narahat oldular. Onların sadəcə 5 tikə çörəyi və 2 balığı var idi. Bu qədər insanı necə yerizdirmək olardı? Lakin İsa əleyhissalam qonaqlarını yedizdirməkdə təkid etdi və Allahın ruzisinə təvəkkül etdi. Nəticədə qida möcüzəvi şəkildə çoxaldı. İmam Cəfər Sadiq əleyhissalam açıqladı ki, təvəkkül hərisliyin, səxavət də xəsisliyin ziddidir. Bəlkə də cəmiyyətimiz uşaqlara paylaşmağı öyrədir. Bəs böyüklər? Biz multimilyonerləri örnək almırıqmı? İnsanlar qanuni evlər, fantastik maşınlar, par-par parıldayan əşyalar istəmirlərmi? Kiminsə küçədə bir dilənçinin yanından keçərək onu görməzdən gəldiyini neçə dəfə görmüsən? Həqiqətən də cəmiyyətimiz egoistliyi, tamahkarlığı bayram edir və insanlar həmişə daha artıqını istəyir. Həzrəti Muhammed sallallahu aleyhi və aleyh belə buyurur. Dünya dəniz suyu kimidir. Susuz insan ondan istikcə susuzluğu artar və sonda o su onu öldürər. Əllamə Məclisi, Əl-Kafi kitabı, cild 2, səhifə 136. İnsanoğlu heç vaxt əlində olana qane olmur. Və bu dünya insan təbiəti ilə oynayır. Ətrafımızdakı hər şey nəyisə almaq və istehlak etmək üçün çətin anlaşılan və anlaşılmayan mesajlardır. Biz nəyisə almağa vərdiş edirik. Fərqi yoxdur nə alırıq. Biz prosesin özünə can atırıq. Hər ay müxtəlif əşyaların, yeni ayaqqabıların, böyük televizorların, sürətli maşınların axtarışında oluruq. Bəs bununla nə əldə edirik? Nə əvvəldə, nə də sonda bunların heç biri kifayət etmir. Və kimsə bizdə olmayan bir şeylə yanımızdan keçəndə içimiz paxıllıqla dolub daşır. Çünki o şeyi özümüz üçün istəyirik. İmam Cəfər Sadiq əleyhissalam belə buyurur. Şükür ağlın əskəridir və onun ziddi nankorluqdur. Məmnunluğun ziddi isə cəhalətin əskəri olan azgözlükdür. Bu aləmin sistemi insanın özündə olmayana can atmaq meylindən faydalanır. Bilirdinizmi? Orta hesabla insanın qarşısına hər gün təxminən 5000 reklam çıxır. Başını hara çevirirsənsə, diqqətini çəkməyə çalışan mesajların içində boğulursan. Düşündüyümüz zaman görürük ki, reklam sehrin bir növü kimidir. Həzrəti Muhammed əleyhissalam belə buyurur. Bəzi sözlər sehirdir. Şərq tərəfdən 2 nəfər gəlib bəlağətli söhbətləri ilə insanlara müraciət edərək onları heyrət içində qoydular. Rəsulullah bunu görüb buyurdu. Bəzi bəlağətli söhbətlər sehr kimi təsirlidir. Sözlər insanı ofsunlaya bilər. Bəlkə də spelling sözünün kökü buradan gəlir. Çünki spell İngiliscədən tərcümədə ofsun deməkdir. Reklama aid olan hər şey, sözlər, simvollar, rənglər və mesajlar öz izləyicilərini hipnozlamaq və manipulyasiya etmək üçün tərtib olunur.
və texnoloji inkişaf sayəsində reklamlar bizi hər yerdə təqib edir. Texnologiya bu dünyanı əyləncə ilə həddən artıq yükləməyə məruz qoyub. Deyək ki, 200 TV kanalınız, YouTube-da gündəlik 50 videonuz və sonsuz sayda TV serialınız, Facebook, Instagram və Twitterdə daimi paylaşımlarınız var. Bu heç vaxt bitməyən, həmişə yeni bir şey olan və heç darıxmağa qoymayan bir döngüdür. Lakin beynimiz bunun üçün əvəz ödəyir. İmam Cəfər Sadiq əleyhissalam belə buyurur. Cılız düşüncəli olmaq cəhalətin ordusundandır və onun ziddi iti düşüncəli olmaqdır. Heç diqqət etmisinizmi? Qorxulu bir filmə baxdığınızda ürəyiniz sürətlə döyünməyə və ovcunuz tərləməyə başlayır. Rasional olaraq bilirsiniz ki, baxdığınız şey real deyil. Lakin beyninizin bir hissəsi onu real qəbul etməklə aldadılır. Televizora baxmaq izləyicini hipnoz halı kimi yüksək həssaslıqlı bir yuxu halına salır. Ekran titrədikcə sizin beyin dalğanız alfa halına düşür. Bu, ağlın normalda meditasiya və ya dərin rahatlama ilə əlaqələndirilən bir halıdır. Hipnotik halda məlumat birbaşa şuuraltına yüklənir. Şuuraltıda mövcud olan inancı dəyişərək yeni inanclar formalaşdırır və siz bundan tamamilə xəbərsiz olursunuz. Bugünkü dövrdə biz məlumatları televizor, radio, aplikasiyalar və sosial media platformaları kimi müxtəlif mənbələrdən alırıq. Biz dünyadakı xəbərlərlə əvvəlkindən qat-qat çox bağlantılıyıq. Və bizə elə gəlir ki, xəbər nüfuzlu bir mənbə tərəfindən paylaşılıbsa, onda doğru olmalıdır. Bəs buna necə əmin ola bilərik? Bu haqda bir düşünün. Biz o xəbərə özümüz şahid olmuruq. Sadəcə onların dediyini bilirik və əlbəttə bu onların gündəmidir. Siz mətbuatın azad olduğunu düşünə bilərsiniz. Lakin mediada digərləri kimi bir sənayedir. Bu faktı nəzərə alın ki, mediada eşitdiyiniz, oxuduğunuz və baxdığınız şeylərin 90%-ni 6 korporasiya idarə edir. Elə isə mətbuatın onlara verilmiş yazıları dərc etməsi sizi təəccübləndirməsin. In consumer news, economic factors may take some spring out of the Easter Bunny step this year. Economic factors may take some spring out of the Easter Bunny step this year. Economic factors may take some spring out of the Easter Bunny step this year. Economic factors may take some spring out of the Easter Bunny step this year. Economic factors may take some spring out of the Easter Bunny step this year. Economic factors may take some spring out of the Easter Bunny step this year. Economic factors may take some spring out of the Easter Bunny step this year. Economic factors may take some spring out of the Easter Bunny step this year. Economic factors may take some spring out of the Easter Bunny step this year. Economic factors may take some spring out of the Easter Bunny step this year. Economic factors may take some spring out of the Easter Bunny step this year. Economic factors may take some spring out of the Easter Bunny step this year. I scream, you scream, you know the rest. I scream, you scream, and you know the rest. I scream, you scream, you know the rest. I scream, you scream, well, you know the rest. I scream, you scream, well, I think you know the rest. I scream, you scream, you know the rest. I scream, you scream, and everybody knows the rest. I scream, you scream. Well, you know the rest. I scream, you scream, you know the rest. I scream, you scream, and you know the rest. I scream, you scream, you know the rest. From the desk or the couch. From your desk or the couch. From a desk or the couch. From a desk or a couch. From your desk or the couch. From a desk or the couch. From a desk or couch. From a desk or the couch. From a desk or even the couch. From a desk or the couch. Joy from a desk or a couch. From a desk Or the couch. from a desk or the couch, or wherever you like, as long as you got it. Media heç şübhəsiz bir silahdır. Bizə bu ideyanı satırlar ki, pozğunluğu ifşa edən azad mətbuatımızın olması bizim güclülərə qarşı silahımızdır. Bəs onlar bizi məhz belə düşünməyimizi istəyirlərsə,
onda necə? Bəs bu silah əslində birbaşa bizə tuşlanıbsa, onda necə? 1950-ci ildə Amerika hökuməti xəbərlərin CIA versiyasını təşviq edən jurnalistləri işə götürməklə Mockingbird əməliyyatını başlatdı. Başqa sözlə, media propaganda maşınına çevrildi. Bu, psixoloji əməliyyat, yəni psixoloji müharibə idi və hədəfə alınan cəmiyyət idi. Və bu, bugünə qədər davam etməkdədir. Faktiki olaraq, əvvəllər heç olmadığı qədər güclüdür. Günümüzdə demək olar ki, hamı onlayndadır və sosial media vasitəsilə insanlar sevə-sevə öz şəxsi məlumatlarını dünyaya paylaşırlar. Adama elə gəlir ki, bu müvəqqəti bir şeydir. Lakin bütün bu məlumatlar havaya uçub getmir. Bəlkə də siz bunun nəticələri ilə üzləşmisiniz. Heç olubmu ki, bir mövzu haqqında düşünəsən və ya bir şey haqqında söhbət edəsən? Sonra elə həmin gün Facebook xəbər lentində gəzinərkən eyni ilə həmin şey haqqında reklam görəsən. Bu qəribə bir təsadüf kimi görünə bilər. Lakin unutma ki, təsadüf deyə bir şey yoxdur. Sənin xəbər lentində peyda olan bu şey sənin paylaşdığın məlumatdan istifadə edərək adətən sənə özəl sifariş edilir. Bəlkə də bu, distopik bir fantastik filmin hiləsi kimi səslənir. Amma bu bizim reallığımızdır. 2018-ci ildə məlum oldu ki, 50 milyon Facebook profilinin məlumatları Cambridge Analytica adlı bir şirkət tərəfindən toplanıldı. Şirkət cinsi orientasiya, irq, gender, hətta ağıl və uşaqlıq travması haqqında həssas şəxsi məlumatlar yığmaq üçün çox mənasız görünən fəaliyyətləri, şərhləri, bəyənmələri, istifadəçilərin saytı gözdən keçirərkən ən çox etdiyi paylaşımları topladı. Bu minlərlə məlumat nöqtələrini data point istifadə edərək insanoğlu əslində bir algoritmə çevrilir. Onlar insan davranışının şifrəsini qırdılar. Bir şəxsin qərar vermə şablonunu bildinsə, onu effektiv şəkildə yola gətirə bilərsən. Cambridge Analytica-da məhz bunu etdi. Onlar Britaniyanın Avropa Birliyini tərk etmə kampaniyası və Donald Trump'ın 2016-cı il prezidentlik kampaniyası da daxil olmaqla müxtəlif yüksək profilli seçimlər üzərində işlədilər. Onlar insanların qorxu və zənlərini istismar etməyə səy göstərərək, onların sosial media lentinə yönləndirilmiş xəbər hekayələri və siyasi reklamlar yerləşdirdilər. Və istər inanın, istər inanmayın, bu inanılmaz dəqiqlikdə işlədi. Every week we send £350 million to Brussels. Money that's wasted. That's enough to build a new hospital every week. It will get worse. The euro is broken, and the EU plans to let in another 5 countries. Imagine what will happen when you're paying for the euro bailouts. Imagine what will happen to public services when Albania, Macedonia, Montenegro, Serbia, and Turkey join the EU. Imagine our money being spent on our priorities. You can make this happen. This might be our last chance. So let's take back control. Vote Leave on the 23rd of June. In Hillary Clinton's America, the system stays rigged against Americans. Syrian refugees flood in. Illegal immigrants convicted of committing crimes get to stay, collecting Social Security benefits, skipping the line. Our border open, it's more of the same, but worse. Donald Trump's America is secure. Terrorists and dangerous criminals kept out. The border secure. Our families safe. Change that makes America safe again. Donald Trump for president. I'm Donald Trump, and I approve this message.
İmam Cəfər Sadiq əleyhissalam buyurub ki, ədavət və nifrət cəhalətin əskərləridir. Və onların ziddi məhəbbət və sevgidir. Media bizə qorxu aşılayır. Bu da insanları parçalayır. Bizi bir-birimizdən soyudur və bizə yalan danışaraq deyir ki, biz düşmənik. Və sosial media bu davranışların yayılmasına zəmin yaradır. Faktiki olaraq sosial media cahillərin törədiyi yerdir. İmam Sadiq əleyhissalam buyurub ki, həqiqət riyanın ziddidir. Sosial mediada əsasən riyakarlıq platforması kimi istifadə olunur. Araşdırmalar göstərir ki, sosial medianın inkişafı insanlarda depressiya və tənhalıq hissini artırıb. Hər hansı bir şəxsin Facebook profilini gözdən keçirməklə siz reallığın üzərində əl gəzdirilmiş versiyasına baxırsınız. Onlar nəyi görmək istəyirlərsə, onu seçib yığırlar. Yaxşı şey paylaşıb pisi qınayırlar. Lakin kimsə bunu reallıq kimi götürərək onların şəxsi həyatları ilə tutuşdursa, kədərlənər və onların həyatının niyə buradakı kimi yaxşı olmadığına heyrət edər. Sonra ümumilikdə medianı nəzərdən keçirsə, jurnal üzlüklərinin gözəl insanlarla və qüsursuz görünən kino ulduzları ilə dolu olduğunu görər. Lakin bunlar hamısı saxta riyakarlıq və Photoshopun, dietistlərin, özəl məşqçilərin, plastik əməliyyatların və qrim ustalarının sehridir. Amma təəssüf ki, bunlar insanları aldadır və onlarda özlərinə qarşı nifrət artırır. Özünə nifrət də şeytanın güclü təşviqatçısıdır. Özünə nifrət edən şəxs müdafiəsiz olur. Çünki o, ümidsiz şəkildə öz problemini həll edəcək bir şey tapmaq istəyir. Məhz bu sayədə reklam sənayesi günü-gündən çiçəklənir. Yenə də bütün bunlar ağla manipulyasiya etməklə bağlıdır. Məsələn, sən şampun kimi gündəlik işlənən adi bir məhsul satmaq istəyirsən. Öz məhsulunu necə fərqləndirib digərlərindən daha cəzbedici göstərəcəksən. Gərək hədəfə aldığın kütlənin zəif nöqtələri və emosiyaları ilə oynayasan. Elə bir reklam dizaynı verəsən ki, hiss etdirmədən beyninə yer edəsən. Bu şampunu al, o səni daha da gözəl edəcək. Bu cür reklam limbik beyinə, yəni beynin emosional və hissiyatlı hissəsinə işləyir. Limbik beynin altında isə sürüngən beyin yerləşir. Bir sürünənin soyuqqanlı bir heyvan olaraq sadəcə öz canının dərdində olduğu kimi, sürüngən beyin də insan beyninin instinktiv, dilsiz olan və aqressiya, arvadbazlıq, cütləşmə və sahəvi müdafiənin mərkəzi olan hissəsidir. Nəticə, sağ qalmaq və seks. Cinsi istək bu aləmdə çox güclüdür və bu əzəldən bəri şeytanın planı idi. Quranda belə buyurulur. Biz dedik, bir-birinizə düşmən olaraq aşağı inin. Yerdə sizin üçün müəyyən vaxtadək məskən və gün güzaran vardır. Quran 2-ci surə 36-cı ayə. Beləliklə şeytan yerə sürgün edildi və söz verdi ki, mən onları mütləq azdıracaq və xülyalara salacağam. Quran 4-cü surə 119-cu ayə. İmam Cəfər Sadiq əleyhissalam belə buyurur. Həvai həvəs cəhalətdəndir, onun ziddi isə hikmətdir. Bizlər çox asanlıqla istəklərimizin əsiri oluruq. Deyirlər ki, seks satdırır. Seksual görüntülər, musiqi, kino, maşın, alkoqol və geyim kimi istənilən şeyin satışında istifadə edilir.
Bu şəkillər seksual davranışı şuurda adiləşdirir. Lakin əslində bundan da dərinə gedib çıxır. Elə reklam növü var ki, gizlidir. Çünki o, subliminal mesaj ötürmə kimi bilinir. O, şuurlu zehn üçün görünməz olanda, şuuraltı onun hamısını udur. Və böyük ehtimalla sənin zehnin bu məlumatları həyatın boyunca udmaqda olub. Uşaq verilişləri gizli seksual mesajlarla doludur və biz yetkin yaşa çatdıqda beynimiz tamamilə yuyulmuş olur. Araşdırmalara görə kişilər hər gün ortalama 34 dəfə, qadınlar isə 19 dəfə seks haqqında düşünür. Müasir mədəniyyətimiz seksual azadlığa, gündəlik seksə və münasibət qurmağa təşviq edir. Sosial normativlər seksual davranışa uyğunlaşdırıldığı kimi, insanların gözündə cinsi orientasiya və gender eyniləşdirilməsi də artıq dəyişib və insanların çoxu tək arvadılığı bir kənara atıb poliamoriyanı, yəni eyni vaxtda birdən çox şəxslə sevgili olmağı seçiblər. İnsanlar artıq istədikləri vaxt, istədikləri kəslə seks ilə məşğul olmaqda azaddılar. Üstəlik də bunun sosial inkişafın əlaməti olduğunu deyirlər. İmam Sadiq əleyhissalam buyurub ki, iffət ağlın əskəridir və onun ziddi cəhalətin əskəri olan həddini bilməməkdir. Və o əleyhissalam yenə buyurub ki, əmanətdarlıq ağlın əskəridir. Onun ziddi isə xəyanətdir. Elə isə öz-özünə sual ver. Cəmiyyətimiz bu xüsusiyyətlərin hansına təşviq edir? Tərbiyəsizliyin ziddi həyadır və bugünkü insanlarda utanma yoxdur. Səbirsizliyin ziddi səbirdir və müasir cəmiyyət başdan ayağa ani həzlərlə yaşayır. Biz nəticələrini həmin anda gözlədiyimiz bir aləmdə yaşayırıq. Biz filmlərə baxmaq üçün daha sürətli internet, paketlərin sifariş edilən gün çatdırılmasını istəyirik. İstədiyimizi istəyirik və həmin dəqiqə istəyirik. Lakin onu əldə edəndə yenə də xoşbəxt olmuruq. Bundan əvvəl də dediyimiz kimi, insanoğlu heç vaxt xoşbəxt olmur. Və bu, xəbis nəfsin təbiətinə gedib çıxır. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, xoşbəxtlik hüznün, salamatçılıq bəlanın, ümid ümidsizliyin, haqq batilin, xeyir də şərrin ziddidir. İnsanlıq tarixində bu dünya sistemi insanları hələ bu qədər zülmətə çəkməmişdi. Biz irəli getdiyimizi düşünürük, amma geri gedirik. Azad olduğumuzu düşünürük, amma tələyə düşmüşük. Ağıllı olduğumuzu düşünürük, amma cahilik. Hər fərdin içində xeyirlə şər arasındakı müharibə şiddətlənir. Cəhalətin ordusu ağlın ordusu ilə müharibə içindədir və bu, nəfsin iki yönü arasında olan müharibədir. Ya dünyanın ardınca gedərək cəhalətin ordusunu gücləndirirsən, ya da zərrəyə qarşı çıxaraq xəbis nəfslə döyüşürsən və ağlın ordusunu gücləndirirsən. Sonda onlardan biri qalib gələ bilər. İmam Cəfər Sadiq əleyhissalam buyurur: Bir peyğəmbərdən və ya onun vəsisindən, yaxud da Allahın qəlbini imanla imtihan etdiyi bir mömindən başqa heç kim ağlın ordusunun bütün bu xüsusiyyətlərinə sahib ola bilməz. Halbuki bizi sevənlərin
bəziləri bu cür xislətlərdən bəzilərini əldə edə bilər ki, kamilliyə çatsınlar və cəhalətin ordusunu qovaraq özlərini şərdən təmizləsinlər. Belə olduğu halda onlar da ali dərəcələrə, peyğəmbərlərin və vəsilərin dərəcəsinə çatacaqlar. Bu yüksəliş ağlı və cəhaləti və onların ordularını əminliklə tanıdıqdan sonra əldə edilə bilər. Allah bizə və sizə ona itayət etmək və onun rızası üçün çalışmaq şərəfini nəsib etsin. Əllamə Kuleyni Əl-Kafi kitabı cild 1 hədis 14. Nəticədə biz özümüz əskərlərə çevrilirik və hər an ağıl ilə cəhalət arasında bir seçimdir. İmam Əhməd Əl-Həsən əleyhissalam belə buyurur. Hazırda minlərlə insan özləri də bilmədən beyin kontrolu altındadırlar. Şeytan böyük səylə öz ordusunu qurur və beyni ələ keçirməyin necə də asan olduğunu artıq bilirsən. Elə isə özünə bu sualı ver. Kim olmaq istəyirsən? Nurun əskəri yoxsa zülmətin?